Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün yenidən Qızıldan danışarıq. Təbii ki, aprelin 24-də də qısa bir məlumat nəzər çatdıracağım. Yəni, dünən gördüyünüz kimi satış əməliyyatları ilə Qızıl gündəndə oldu. Səhər saatlarında qeplə açıldı və qepi bağladı. 65 dollar aşağı düşdü və 74 dollarlı yuxarı doğru istiqamət davam etdirəndən sonra qepi bağladı və 130 dollar aşağı doğru istiqamət davam edir. Axşam saatlarında azıca qalxsa da səhər saatlardan yenidən 84 dollarlı bir yuxarı doğru çox üzr istəyirəm. Yəni 84-dən də daha yuxarı, yəni 87-88 dolları bir yuxarı doğru istiqamətlə davam etdirir. İndi hal-hazırdakı alış əməliyyatlarımız 33.44, yəni 3344-lərdə, satışlar isə 3311-lərdə, yəni zerkali nömrələrdir. Belə əzizlərim, yəni Qızılda biz dünən də Qızıl haqqında söhbət açdıq və eyni zamanda VIP kanalında və Telegram All kanalında da, Telegram Qonaq All kanalında da biz paylaşdıq. Super nəticələr veririk. Sizi də biz həmin kanala dəvət edirik. Yaza bilərsiniz bizə.